7-ci sinif kaloriyə aid daha bir məsələ. Deyir, əgər 1 qram yağda 9,3 kalori, 1 qram zülalda 4,1, 1 qram karbohidratda 4,1 kalori varsa, 10 qram yağda və 5 qram zülalın enerji dəyəri nə qədərdir? Dedik ki, birinci yağı hesablayaq. 1 qram yağda dedik ki, nə qədər var idi? Yağda var idi 9,3. Bəs 10 qram yağda nə qədər olacaq? 10 qramı vuracaq 9,3-ə, eləyəcək nə qədər? 93. 93. Bu oldu 10 qram yağımızın kalorisi. Bəs 5 qram zülalda? 1 qram zülalda bilirik ki, nə qədərdir? 4,1. 4,1. Bəs 5 qram zülalda nə qədər olacaq? Bunu da vuracaq 4,1-ə. Eləyəcək 20,5. 20,5. Və bunları toplayanda eləyəcək 93 üstəgəl 20,5. Eləyəcək 113,5. Cavab B variantı.